Sosial şəbəkələrdəki paltar mağazalarının reklamlarını siz də görmüsünüz. Bir-birlərinin bəhsinə qiymətləri endirirlər, özlərini kasıbın dostu kimi təqdim edib məhsulu ziyanına satdıqlarını iddia edirlər. Bəs görəsən bu paltarlar, bu geyimlər Çində topdan qiymətə neçəyə satılır? Həmin məsələni araşdırmışam. İndi bəzi məhsulların qiymətlərini sizə təqdim edəcəm. Bu videoda görürsünüz bu kurtkaları, üzərində yazıları da var. Sözü gedən kurtkalar cəmi $1 satılır. Hansı ki Bakıda endirimli qiyməti 40-45 manatdır. Bəzən 30 manata da kimsə endirim edir və məhsulu bar-bar bağırır ki ziyanına satır. Eyni zamanda bu kapşonlar da elə də baha deyilmiş, cəmi 50 sentə. ABŞ dolları ilə desək 50 sentə satılır. Bakıda da bu məhsulları 30-35 manata böyük endirimlə cəmaata belə deyim minnət qoyaraq satırlar, güya ki ziyan edirlər. Bəs bu krasovkalar, gördüyünüz krasovkalar da cəmi $1 satılır. Onları da Bakıda 20-25 manata böyük bir belə deyim minnətlə kasıbın dostu kimi özlərini təqdim edib satırlar. Lakin Çində gördüyünüz kimi bu məhsulların elə də böyük qiyməti yox imiş. Onları Bakıda satanlar da heç bir halda ziyan eləmir. Əksinə bir neçə qat xeyir götürürlər.